konfliktiniz o deyirsiniz nədən başlayır? Konflikt ondan başladı ki, bu adam demək mən ölkənin maliyyə naziriyəm. Təbii ki, bu mətbuatla işləyir, mətbuatla çalışır. Mətbuatla bağlı bir neçə dəfə məni çağırdı tədbirlərinə. Sonra çağırıb sonunda dedi ki, hər toplantının iki toplantıya çağırdı məni, ondan sonra çağırmadı. Bir toplantıda iştirak elədim, heç nə demədi. İkinci toplantıda səthi aldı, bəzi şeylər demişdi. İkinci toplantıda məni saxladı, dedi ki, mətbuata, yəni hakimiyyət yönlü mətbuatdan söhbət gedir. O qəzetlər, qəzetlər hakimiyyət yönlü. Bunlara maliyyə yardım etmək lazım. Dedim, büdcədə belə bir şeylə nəzərdə tutulmuyor. Sonra mənə başa saldı ki, yox, elə maliyyə yardımından söhbət getmir. Söhbət hardansa pul tapıb gətirib verməkdən gedir ki, bunlara. Dedim, qeyri-rəsmi. Qeyri-rəsmi dedim, mən qeyri-rəsmi dedim, hansısa bir maliyyə yardım etmək üçün gərək o maliyyə yardımını kiminizə alam. Mən bunu almıram. Yəni, Azərbaycanda bir adam deyəməz ki, Fikrət Yusifova pardon, nəsə verdim. Yəni, bu yoxsa mən bunu hardan tapıb gətirməliyim? Yəni, bir konflikt buradan başladı. Ondan sonraki tədbirlərinə məni çağırmadı. Həftədə bir dəfə yığırdı. Müəyyən bəlli adamları, o qəzetlərin redaktorlarını falan orada bir müzakirə keçirdi. Sonra məni çağırmadı. Ondan sonra yenə bəzi yumuşaldı. Arada bir neçə dəfə görüşdük, söhbətlər oldu. Bir dəfə 90, səhv eləmirəmsə, yaddaşım mənə anlatmasın, 98-ci ildir. İsrailin baş naziri hardansa uçub gəlib Bakıdan gedirdi və Ulu Öndər onu Zıqulbadakı bağ evində qəbul elədi. Mən də oraya getmişdim. Mən atamın evindən Mehtəbat kəndindən gəlmişdim, biraz tez gəlmişdim. Gəldim ki, bu həyətdə gəzir, Ramiz Mehdiyev. Gəzir və təbii ki, qoşuldum, söhbətləşdik, gəzə-gəzə, vaxt vardı, zaman vardı. İkimiz hamıdan tez gəlmişdik. O məndən bir şey soruşdu. Ondan öncə bir-iki dəfə soruşmuşdu. Yəni, örtülü soruşmuşdu və mən reaksiya verməmişdim. Açıq şəkildə məndən soruşdu ki, ailənin büdcəsi, prezident ailəsinin büdcəsi nə qədərdir? Qıpqırmızı. Qıpqırmızı. Mən ona dedim ki, siz nəyi soruşursunuz? Prezidentinlə əmək haqqı alınır, bu bəllidir, siz bunu bilirsiniz. Yox, mən onu soruşmuram. Ümumi soruşuram ki, bunların büdcəsi, maliyyəsi nə qədərdir, sən maliyyə nazirsən, bunları bilərsən. Belə baxdım üzünə, dedim, Ramiz müəllim, məni bu vəzifəyə siz təyin eləməmişsiniz. Məni bu vəzifəyə Ulu Öndər təyin edib, Heydər Əliyev təyin edib. Belə dedim. Sizin verdiyi sualın cavabını mən bilmirəm. Bu bir. İkinci, bilsəm də sevinç nə demənəm. Bu da iki. Yəni, heç nə demədi, biraz qızardı, biraz bozardı. Təbii ki, biraz rəngi alındı bu söhbətdən sonra. Çünki belə yəqin kəskin cavab gözləmir. Ondan sonra oldu düşmən. Əməlli oldu düşmən. Demək, bütün mənim bax o işdən getməyimdə də bunun aktiv rolu oldu. Hətta, demək, bilirsiniz də mən Səfər Əbiyevdən çəkişmə üzərində, yəni o maliyyə vəsaitlərinin dağıdılmasına qarşı mübarizə para-para vəzifədən azad olundum. Ulu Öndərin keçirdiyi Təhlükəsizlik Şurasının toplantısında vəzifədən azad olundum. Orada hətta, demək, yekunda, təbii ki, mən işdən azad olundan sonra bir fərman verilməlidir. Buna deyilir də, bu aparatın rəhbəri bu adamdır. Get fərman yaz gətir. Gedib fərman yazıb gətirmişdi ki, işdə yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifəsindən azad olunsun. Və o dairədə olan adamlar sonra mənə dedilər ki, Ulu Öndər o kağızı, o fərman layihəsini atdı onun başına. Dedi ki, Fikrət Yusifov bu dövlətə ürəkdən xidmət edib. Get, yaz yenə ki, Konstitusiyanın falan maddəsinə də rəhbər tutaraq vəzifəsindən azad edirəm. Yəni, o məqamda da getdə də sonunda bir düşmənçilik eləmək istədi mənə. Yəni, bir pis maddə ilə mən işdən götürüldüm. Ondan sonraki dönəmlərdə də əlində nə imkan oldu? Demək, bir dəfə 2000-ci ilin seçkiləri idi, səhvlərin parlament seçkiləri idi. Mən indi bu ölkədə nazir işləmişəm də, Ləman xanım. Birinci şəxslərin, ikinci şəxslərin qəbuluna da gedirdim, görüşürdüm də. Bir rəhbər vəzifəli adamın yanına getdim, oradan götürdüm, Ramiz Mehdiyevə zəng elədim, hökumət telefonu ilə. Ki, Ramiz müəllim, mən seçkilərdə iştirak eləmək istəyirəm. Mənə dedi ki, sən bilmirsən ki, seçkilərdə iştirak eləmək elə belə məsələ deyil, sən bunu gərək çoxdan mənə deyəydin, mən bunu nəzərə alaydım, nəsə yola verdin, sözüm onda deyil. Sonra xəbər tutdum ki, bütün qurumlara göstəriş verilibdir ki, kimsə birdən girər sizin telefonunuzdan keçmiş rəhbərlərdən, yəni bu telefonlardan istifadə edərsə, bu qadağan olunur. Hamıya qadağan edilmişdir. Yəni, mənim o zəngimdən sonra hamıya kənardan, o otaqlardan, o telefonlar vasitəsilə harasa zəng eləməni qadağan edilmişdir.
Heç nə, ondan sonraki növbəti seçkilərdə də qabağında dayandı. Yəni mən hər dəfə parlamentdə seçilib oradan fayda vermək istəyirdim. Mən gedib parlamentdə nə edəcəm? Mən maliyyə naziri işləmişəm. Yəni əslində gedib orada demək ki, dövlətə o müstəvidən fayda vermək istəyindəydim. Ondan sonra da demək ki, 2015-ci ildə də yəni bu adam sona qədər pislik elədi. İndi o pislik etdiyi üçün mən bunları danışmıram. Deyirlər, gedənin dalıca danışmazlar. Ancaq məni danışdıran əsas nədir? Bugündən danışdıran nədir? Mən ona sözümün üzünə demişəm. İradlarımı da üzünə bildirmişəm. Zamanında da bu iradları bildirdiyimə görə bu adamlar düşman olub məndən. Axıra qədər də pislik eləyib. Amma bu günə qədər danışmamışam. Ramiz Mehdiyev nə vaxtdan gedib? Ramiz Mehdiyev aparatdan gedəndən sonra artıq hamı başlamışdı onun dalıca danışmağa. Çünki artıq hər kəs bilirdi ki, bu gedibdi, artıq bu bitibdi. Və sonu da çox uzaqda deyil. Amma mən danışmadım. Niyə görə danışmadım? Ona görə ki, mən üzünə demişəm bunları. Mən bundan açıq şəkildə görüşmüşəm və indiki danışmağımın səbəbi isə bunun o dövlətçiliyimizə qarşı etdiyi əməllər. O tək deyil. Ləman xanım, o tək deyil. Onun böyük komandası var. Bax, mənim bildiyim qədər, indi mən tanıdığım şəxslər də var, hamısı demək ona və Rusiya bağlı adamlardır. 5-ci kolon dediyimiz adamlar. İndi hamı deyir, var. Amma heç kim yenə konkret ad çəkmir. Sonra tutulandan sonra, saxlanılandan sonra danışırıq da, yəni adətən. Adlar çəkə bilirsin. Kimlər var onun komandasında ümumiyyətlə? Valla, mən onun komandasını dəqiq deyə bilmərəm kimlər var, amma kimlərə... Hamı da bilir ki, əlbəttə bir nəfər elə o Hikmət Babaoğlu deməsin, bir nəfər dövlət çevrilişi eləyə bilməz ki, bir nəfər hakimiyyət dəyişə bilməz ki. Bir nəfərlik deyil. Ad çəkmək bilirsiniz, indi istintaq gedir də. İndiki dövrdə ad çəkmək biraz mən hesab edirəm ki, o istintaq nöqteyi nəzərdən düzgün deyil. Yəni sanki istintaqa istiqamət veririk. Amma istintaq hər şeyi ortaya çıxardacaqdır. O adları biz bilirik. Rusiyadan orden, medal alanlar, Rusiyaya gedib gələnlər, Rusiyanı... Hər dəfə onun sehirli çubuğu ilə manda qalanlar. Oturtduranlar və... Bugün susanlar, bugün əksəriyyəti var susublar. Bu adamlar o camiyə hamısı, belə deyək də, o 5-ci kolonun və Ramiz Mehdiyevin komandasıdır. Ona görə biz bu bəladan biraz gec qurtardıq. Əslində deyirsiniz ki, yəni bu vaxt hələ tutulmaq üçün çox gec qalıbdır da, elə mi? Biraz gec. Mən də elə düşünürəm. Biraz gec qurtardıq. Bununla necə olsa aşağısı bir 5 il, mən deyərdim bəlkə də 10 il bundan qabaq bu məsələləri bitirmək lazımdır. Yəqin ki, müəyyən elə bizim bilmədiyimiz elə məqamlar var ki, o məqamlar imkan vermirdi bu adım yaratılsın. Bildiyimiz, bilmədiyimiz səhnə arxasında məqamlar var. Və hesab edirəm ki, bununla da o təsirlər ki, hansı ki, şimaldan bizə gəlirdi və bizim bütün işlərimizi korluyurdu və bizim dövlətçiliyimizə bir təhdid yaradırdı. Onlar artıq aradan qalxmalı.